Eğer bir toplumda kiçik insanların kölgəsi böyüyərsə, böyük görünərsə, deməli o yerdə güneş artıq qüruba inmişdir. Əziz aktarlarlar, sosyal şəbəkədə bir neçə gün bundan öncə Qımır kəndinin sakin olan Nəsib adlı bir şəxsin həmin kəndin məktəbinin direktoru işləyən, hal-hazırda işləyən Valih müəllim haqqında davamlı sosyal şəbəkələrdə sizin de gördüğünüz kimi paylaşımlar etmiş. Birbaşa Valih müəllimin həm fəaliyyətini kölgə altına almaya çalışmış, onun şəxsiyyətini təhqir etmiş. Hətta bundan da hətta bundan da irəli gedərək bu insan sosial platformada Təhsil Nazirliyinin qaynar xəttinə zəng edərək onları belə yalanlarla dolu məlumatlar vermiş. Demək istəyirəm ki, hətta onları ələ də salmışdır. Yəni kadrlarda siz gördünüz o danışıb qurtardıqdan sonra onun etdiyi mimikaları, sifət mimikalarını. Mən belə insana danışığını sadəcə xəstə beyin təxəllülü məhsulu deyərəm. Belə bir insanın nümunəvi bir pedaqoq olan, bacarıqlı bir təşkilatçı olan, sosial şəbəkələrə daima məktəbinin fəaliyyəti ilə bağlı paylaşmalar edərək o məktəbi cəmiyyətin bütün təbəqələrinə açıq elan edən, istənilən halda heç bir negativ halın olmadığı bir məktəbin kollektivini, o məktəbin direktorunu belə təhqirlərə, belə hədyanlara, belə yalanlarla cəmiyyətdə onun haqqında fikir bildirilməsi qətiyyən yol verilməzdir. Mən şəxsən vətəndaş mövqeyindən çıxış edərək bu hərəkətlərin qarşısının alınmasını aidiyyəti qurumlardan gözləyirəm. Aidiyyəti qurumlar dedikdə söhbət burada birinci növbədə Təhsil Nazirliyinin regional şöbəsi, o cümlədən Zaqatala sektoru rəhbərliyi səviyyəsində, bir də onun verdiyi, o söylədiyi Valih müəllimin şəxsiyyətinə, həm onun işgüzar nüfuzuna, həm də şəxsiyyətinə söylədiyi hədyanlar, böhtanlar da aidiyyəti qurumlar tərəfindən ən azından qınaqla qarşılanmalıdır. Sonuc olaraq mən sindikata çatdırmaq istəyirəm ki, Valih müəllim sözün həqiqi mənasında işlədiyi kollektivdə hər zaman öz nizam-intisamla seçilən, kollektivlə birgə işləməyə bacaran bir məktəb direktorudur, bir təşkilatçıdır. Həm də bir insan olaraq onun xarakterində hər zaman prinsipallıq, ədalət ön planda olmuşdu. Bunu da yəqin ki, Zaqatalada, ümumiyyətlə regionda, Azərbaycanda Təhsil Nazirliyi səviyyəsində bunu bilənlər bilir. Mənim əlavə söz söyləməyimə ehtiyac qalmır. Mənim deyəcəyim budur ki, belə hallar ümumiyyətlə sosial şəbəkələrdə baş verdikdə Zaqatalanın belə ədalətsizliyə göz yummayan insanlar tərəfindən belə hallar qınaqla qarşılanmalıdır. Deyir, haqsızlığın qarşısında susan dilsiz şeytandır. Sonuc olaraq mən həm ona, həm də Valih müəllim haqqında bir misalın üzərində dayanmaq istəyirəm. Deyir, şübhəsiz ki, çaqqaldan aslanı soruşarsansa, aslan, çaqqalın gözündə aslan deyir, mütləq bir nadan olmalıdır. Sağ olun, sağlıqda qalın, Allah'a da əmanət olun.